Sınaq 2-nin izahları. Yerli vaxta əsasən B və C məntəqələrinin coğrafi uzunluqlarını müəyyən eləyin. Fikir veririk. A məntəqəsinin uzunluğunu verib 30 dərəcə şərq uzunluğunda yerləşir və burada saat 15:40-dır. B məntəqəsi zaman baxımından A məntəqəsindən irəlidədir. Deməli, B məntəqəsi A məntəqəsinə nəzərən daha şərqdə yerləşir. O zaman 20-20 ilə 15-40 arasında zaman fərqinə baxaq. 20-20-dən 15-40-ı çıxa bilmirik. Niyə? 20 dəqiqədən 40 dəqiqəni çıxmaqda biraz çətinlik çəkirik. Ona görə 20-20-ni göstərəcəyik. 19 20:00-u 19:60 kimi göstərsək, üstünə də bunun 20 dəqiqəsini gəlsək, eləyəcək 19:80. 19:80-dən çıxırıq 15:40-ı, eləyir 4:40. 4 saat 40 dəqiqə. İndi 4 saat 40 dəqiqəni zamanı dərəcəyə çeviririk. 4-ü vururuq 15-ə, eləyir 60. 40-ı da bölürük 40 dəqiqəmizdə, bölürük 4-ə. Çünki yer 1 dərəcəni 4 dəqiqəyə fırlanır. O zaman 40 dəqiqəyə görək neçə dərəcə fırlanacaq. Deməli, 4-ə böləndə 10 elədi. 60-ın da üstünə 10 gələndə elədi 70. Deməli, A ilə B arasında 70 dərəcə fərq var. 70 dərəcə fərq varsa, A da yerləşir 30 dərəcə şərq uzunluğunda. O zaman aradakı fərqi üstünə gəlirəm, 70 üstünə gəlirəm, eləyir 100 dərəcə şərq uzunluğu. Yəni, biri 30 dərəcə şərq uzunluğudur, aradakı zaman dərəcə fərqi 70 dərəcədir. Üstünə də gəldim, elədi 100 dərəcə şərq uzunluğu. B məntəqəmi tapdım. İndi C məntəqəmə baxıram. C məntəqəm 21:00-dur. 21:00 ilə 20:20 arasında 40 dəqiqə fərq var. Yəni 20-60 kimi göstərsəm, 20-60-dan da 20-20-ni çıxsam 40 dəqiqə eləyir. Yer 1 dərəcəni 4 dəqiqəyə fırlanır. Bəs 40 dəqiqəyə nə qədər fırlanacaq? 10 dərəcə fırlanacaq. Yəni C məntəqəsi B-dən 10 dərəcə daha şərqdədir. Yəni bax, bu məntəqə arasında da 10 dərəcə arada fərq var. Onu da 100-ün üstünə gələndə eləyəcək 110 dərəcə şərq uzunluğu. Yəni C məntəqəm 110 dərəcə şərq uzunluğunda yerləşir. Bu qədər sadə. İndi cavabım oldu birinci sualda B variantı 100 dərəcə şərq uzunluğu, 110 dərəcə şərq uzunluğu. İndi keçdik ikinci suala. Sxemə əsasən yanlış bəndi müəyyən edin. Fikir veririk. Deməli, birinci A məntəqəsi 23-cü saat qurşağında yerləşir. A məntəqəsinin yerləşdiyi uzunluğa diqqət eləyək. A məntəqəsi 20 dərəcə qərb uzunluğunda yerləşir. Fikir verirsiniz, izləsək, A məntəqəsi 20 dərəcə qərb uzunluğunda yerləşir. O zaman 20-ni böldük 15-ə 1 düşdü. Qalığımız 5 qaldı. Qalığımız 7-5-dən kiçik olduğuna görə olduğu kimi qaldı. Qərb uzunluğu olduğuna görə 24-dən 1 çıxıram, eləyir 23. Deməli, birinci sualım doğrudur. A bəndim doğrudur. B bəndinə fikir verək. D məntəqəsinin yerli vaxtı C məntəqəsinin yerli vaxtından 2 saat 40 dəqiqə irəlidir. Deməli, C məntəqəsi 60 dərəcə qərb uzunluğunda yerləşir, D məntəqəsi 20 dərəcə qərb uzunluğunda yerləşir. Bunlar arasında 60-dan 20-ni çıxanda 40 eləyir. Bunlar arasında 40 dərəcə fərq var. İndi biz dedik ki, yer 1 dərəcəni 4 dəqiqəyə fırlanır. Bəs 40 dərəcəni neçə dəqiqəyə fırlanacaq? 40-ı vuracaq 4-ə 160 dəqiqə. 160 dəqiqəmizdə 2 saat 40 dəqiqə deməkdir. Bu da doğrudur. Yəni, D məntəqəsi də C-dən daha şərqdə olduğuna görə 2 saat 40 dəqiqə irəli olacaq. C bəndinə fikir verək. Deyir, 23 sentyabrda C və D məntəqələrində günəş şüaları fərqli bucaq altında düşür. C məntəqəsi 15 dərəcə cənubi enliyində yerləşir. D məntəqəsi 15 dərəcə şimal enliyində. 23 sentyabrda da günəş ekvator üzərində zenitdə olduğuna görə C və D məntəqəsi günəşdən eyni dərəcədə məsafədə yerləşir. Bu zaman eyni bucaq altında düşəcək. Çünki biz dedik ki, yaz gecə-gündüz bərabərliyində, payız gecə-gündüz bərabərliyində günəş ekvatorda zenitdə olanda bütün məntəqələrə, yəni şimalda və cənubda yerləşən bütün məntəqələrə günəş eyni dərəcə bucaq altında düşəcək. Bunlar da ekvatordan eyni məsafədə yerləşinə görə eyni bucaq altında düşməlidir, fərqli yox. Yəni, yanlış cavabımız elə C bəndi oldu. İndi üçüncü suala fikir veririk. 21 mart və 23 sentyabr tarixlərində gündüzün uzunluğu daha çox olan məntəqələr. İndi 21 martdan 23 sentyabra qədər baxın. Mart, aprel, may, iyun, iyul, avqust, sentyabr. Biz də bilirik, martdan sentyabra qədər şimal yarımkürəsində gündüzün uzunluğu daha çox olacaq.
Cənubda isə gündüzün uzunluğu daha az olacaq. Yəni biz şimal yarımkürəsində yerləşən məntəqələri seçməliyik. 1, 2, 6. 1, 2, 6 cavab D bəndi. İndi deyəcəksiniz ki, 3 də şimal yarımkürəsində yerləşir. Bəs 3-ü niyə seçmədik? 3-ü ona görə seçmədik ki, ümumiyyətlə tropik işıqlanma qurşağında yerləşən məntəqələrdə gündüzünlə gecənin uzunluğu arasında zaman fərqi demək olar ki, olmur. 12 saat gecə olur, 12 saat gündüz olur. Məsəl üçün ekvator üzərinə qoyub 7-ci məntəqə il boyu 12 saat gecə, 12 saat gündüzdür burada. Yəni bunlar arasında gecə-gündüz arasında fərq olmur. Amma şimal yarımkürəsində 23.5-dən şimalda yerləşən məntəqələrdə 21 martdan 23 sentyabra qədər gündüzün uzunluğu daha çox olur. Sentyabrdan marta qədər isə gecənin uzunluğu gündüzdən çox olur. 4-cü suala fikir veririk. Yer planeti yarandığı ilk vaxtlarda onun səthində çoxlu iri asteroidlər və meteoroidlər düşməsinin səbəbi. Ona görə düşürdü ki, yerin maqnetizmi onda zəif idi. Çünki yerin maqnetizmi əsasən nüvədə formalaşan bu. Nüvədə bilirik ki, bərk maddələr var. Dəmir, nikel, xrom, daha sonra radium, torium, plutonium, yəni radioaktiv elementlər var və yerin özü ətrafına fırlanması nəticəsində bu elementlər bir-birinə sürtünməsi nəticəsində yerin maqnit təbəqəsi yaranıb. Həmin maqnit təbəqəsi də meteoroidləri, kometləri, asteroidləri yerə düşməyə qoymur. Yeri elə bir ana kimi qucaqlayıb, digər yad cisimləri yerə düşməyə qoymur, onları itələyir. Cavab D bəndidir 4-cü sualda. 5-ci suala fikir veririk. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən eləyin. 1-ci şimal qütb dairəsi, 2-ci cənub qütb dairəsi. 3 qitəni kəsib keçir. Bu şimal qütb dairəsi olacaq. Hansı qitələrdir? Şimali Amerika, Avropa, Asiya. Birinciyə aid oldu. 60 və 70 dərəcə cənub enlikləri arasında yerləşir. 66.5 dərəcə cənub enliyidir. Bu cənub qütb dairəsidir. Yay gündönümü günü qütb gündüzü müşahidə olunur. Qütb gündüzü şimal qütb dairəsində müşahidə olunacaq. Yay gündönümü günü, çünki günəş 23.5 şimal tropikində zenitdədir. Ona görə 66.5 dərəcə şimal qütb dairəsində qütb gündüzü müşahidə olunacaq. Yaz gecə gündüz bərabərliyi günü günəş şüaları 23.5 dərəcə bucaq altında düşür. Yaz gecə gündüz bərabərliyi günü günəş ekvatorda zenitdə olur. Ekvatorda zenitdə olanda hər ikisinə eyni bucaq altında düşəcək bunun. 4 hər ikisinə getdi. Qış gündönümü günü günəş şüaları 47 dərəcə bucaq altında düşür. Aha, bu olacaq cənub qütb dairəsi. Çünki qış gündönümündə günəş 23.5 dərəcə cənub tropikində zenitdə olur. O zaman 66.5 dərəcə cənub qütb dairəsində 47 dərəcə bucaq altında düşəcək. Necə tapdıq bunu? 66.5 ilə 23.5 arasında məsafəni tapdıq. Hər ikisi cənub enliyi olduğuna görə bunlar arasındakı fərqi tapmaq üçün çıxırıq. 66.5-dən 23.5 çıxırıq. 50-yir 23 dərəcə. Daha sonra 90-dan da 23-ü çıxırıq. 50-yir neçə? Düz dedik. Aha. Deməli bunlar arası 66.5, 23.5. 43 dərəcə fərq var. Üzr istəyirəm. 43 dərəcə arada fərq var. 90-dan da 43 çıxanda 47 eləyir. Deyirəm axı nədəsə hesablamada səhv elədik. Bəli, bu da doğrudur. Cavab 5-ci sualda oldu nə? C bəndi. 1-ə getdi 1, 3, 2-yə getdi 2, 5, 3-ə də getdi 4. 6-cı sual. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti torpaq örtüyünə malik olmasıdır. Torpaq örtüyünə malik olması ilkin şərt deyil. İlkin şərt odur ki, yer günəş arasında məsafə münasibdir. Yəni günəşdən yer nə çox uzaqdır, nə də çox yaxındır. İlkin şərt Y variantıdır. 7-ci sual. A məntəqəsi 10 dərəcə şimal enliyi. Çəkək bura, burada çünki daha genişlikdir. 10 dərəcə şimal enliyidir. 130 dərəcə qərb uzunluğu. Cismin kölgəsinin olmadığı zaman, yəni cismin kölgəsi 12:00-da olmur. Yəni günorta 12:00-da kölgə olmur. Deməli, günəş 10 dərəcə şimal enliyində zenitdədir. Günorta vaxtı 12:00-da cismin kölgəsi olmur. Bu zaman deyir, Bakı şəhərində
saat neçə olar? Bakı şəhərdə biz bilirik 50 dərəcə şərq uzunluğudur. Biri 130 dərəcə qərb uzunluğudur, biri 50 dərəcə şərq uzunluğudur. Bunlar arasında 180 dərəcə fərq var. 180 dərəcə fərq 12 saat deməkdir. 180-i 15-ə böləndə 12 eləyir. Yəni 130 dərəcə qərb uzunluğunda 12 olanda bizdə olacaq 24:00. Yəni 12 saat aramızda fərq var. Biz onlardan 12 saat daha irəliyik. Cavab olur 24:00. 24:00 o 7-ci sualda cavab A variantı. 8-ə baxırıq. Xəritə sxemdə qeyd edilmiş məntəqələrin hansında 22 iyunda gündüzün uzunluğu daha az olacaqdır? 22 iyunda gündüzün uzunluğu verilən məntəqədə fikir veririk. Məntəqənin biri 22 iyunda Günəş 23:5 dərəcə şimal tropikində zenitdədir. Ümumiyyətcə şimal yarımkürəsində gündüzün uzunluğu artacaq. Çünki Günəş şimal tropikində zenitdədir 22 iyunda. Şimal yarımkürəsində gündüzün uzunluğu daha çoxdur. Ona görə cənub yarımkürəsində gündüzün uzunluğu daha az olacaq. Verilən məntəqələrin içərisində yeganə deməli məntəqə 5-ci məntəqədir ki, daha cənub qütbünə yaxındır. Cavab B variantıdır 8-ci sualda. Çünki cənub qütb dairəsinə yaxın olan bir məntəqə seçməliyik ki, burada gecənin uzunluğu daha çox olacaq 22 iyunda, gündüzün uzunluğu daha az olacaq. Cavab oldu 8-ci sualda B bəndi. 9-cu suala baxırıq. Yerli vaxtı Bakı şəhərindən 8 saat irəli olan məntəqənin aid olduğu saat qurşağının orta meridianını müəyyən edin. Bakı şəhəri 50 dərəcə şərq uzunluğunda yerləşir. Bu məntəqəndə yerli vaxtı Bakıdan 8 saat irəlidir. 8 saat neçə dərəcədir? Saatı dərəcəyə çevirmək üçün 15-ə vuracağıq. 8-i vurduq 15-ə elədi 120 dərəcə. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Bu məntəqədə Bakıdan 120 dərəcə daha şərqdə yerləşir. Yəni bizlə bu məntəqə arasında, yəni 8 saat irəli olan məntəqə arasında 120 dərəcə fərq var. Necə tapdıq? 8-i 15-ə vurmaqla. 50-nin üstünə 120 gəldi, elədi 170 dərəcə. Deməli, bu məntəqə 170 dərəcə şərq uzunluğunda yerləşir. İndi 170 dərəcə şərq uzunluğunda yerləşən bir məntəqənin orta meridianı hansıdır? Yəni, saat qurşağının orta meridianı hansıdır? Hansı saat qurşağında yerləşir? Əvvəl onu tapaq. Fikir veririk, 170-i 15-ə böləndə deməli, neçə düşür? 11 düşür, 5 qalıq qalır, düzdür? 11 düşür, 5 qalıq qalır. Yəni 11-i 15-ə vuranda, gəlin bölək də 170-i bölürük 15-ə. 11 düşür, 5 qalıq qalır. 11-i də 15-ə vuranda 165 eləyir də. Deməli, məntəqənin orta meridianı 165 dərəcə şərq uzunluğudur. 11-i vurduq 15-ə elədi 165. Məntəqənin orta meridianını da tapdıq. İndi 10-cu sualımıza baxırıq. A məntəqəsi 20-ci saat qurşağının orta meridianından 20 dərəcə qərbdə olarsa, onun yerləşi saat qurşağının sərhədlərini müəyyən edin. 20-ci saat qurşağının orta meridianı tapaq əvvəlcə. Qərb uzunluğu olduğuna görə, yəni qərbdə yerləşdiyinə görə 24-dən 20-ni çıxdıq elədi 4. 4-ü də vurduq 15-ə elədi 60. Deməli 60 dərəcə qərb uzunluğundan 20 dərəcə qərbdə, yəni 80 dərəcə qərb uzunluğunda yerləşir. Digər məntəqənin yerləşi saat qurşağının sərhədini müəyyən edin. İndi 80 dərəcəni 15-ə böləndə 5 düşür, 5 qalıq qalır. Yəni 5 dəfə 15-in 75. 75 dərəcə qərb uzunluğu. İndi 75 dərəcə qərb uzunluğunun yerləşi saat qurşağının sərhədlərini müəyyən edin. Biz bilirik ki, saat qurşaqların sərhədini necə tapırdıq? Bir dəfə üstünə 7.5 gəlirdik, bir dəfə 7.5 çıxırdıq. 75-in üstünə 7.5 gələndə eləyir 82.5 dərəcə qərb uzunluğu. 75-dən 7.5 çıxanda eləyir 67.5 dərəcə qərb uzunluğu. Yəni 67.5-i bu tərəfə yazırıq. 82.5-i bu tərəfə yazırıq. Cavab olur nə variantı? Y variantı. Davam edirik. 17-cidir. Aşağı düşək biraz. 11-i axtaraq. 11-ə baxırıq. Biraz PDF-lərdə
11 üçüncü şeydədir, slayddadır. Aşağı eləyirik ardıcıllıqla getmək üçün. Yerin sxemdəki vəziyyətinə əsasən doğru ifadələri müəyyən edeyim. Fikir veririk, şimal yarımkürəsi günəşə tərəf çevrilib. Yəni şimal qütbü, fikir verin, işıqlıdır. Cənub qütbü isə qaranlıqdır. Bu o deməkdir ki, ayın tarixi 22 iyundur. Yəni biz 22 iyuna aid olanları seçəcəyik. Yəni yay gün dönümünə aid olanları seçəcəyik. Yay gün dönümündə nələr baş verir? Gəlin baxaq. Cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur, olar. 22 iyunda Cənub yarımkürəsində ən uzun gecə olacaq. Şimal yarımkürəsində ən qısa gündüz yanlışdır, ən uzun gündüz olacaq. Günəş 23:15 Cənub enliyində zenitdədir. Xeyr, 23:15 şimal enliyində zenitdədir. 66:5-dən şimalda qütb gündüzləri müşahidə olunacaq. Bəli, doğrudur. Cənub yarımkürəsində yay fəslidir, yanlışdır, qış fəslidir. Günəş şüaları Bakıya 70:15 dərəcə buzaq altında düşəcək, doğrudur. H maksimum bərabərdir 90 çıxılsın enlik yüksək 23:15. Günəş Azərbaycana maksimum 22 iyunda düşəcək. 23:15 dərəcə şimal tropikində zenitdə olanda düşəcək. O zaman 90-dan 40-a çıxırıq. 50, 50-nin də 23:15, 73:15 doğrudur. Deməli, doğru cavabımız oldu 1, 4, 6, B variantı. 12-ci suala baxaq. Diaqrama əsasən cismin yerləşdiyi coğrafi enliyi müəyyən edin. Fikir veririk ki, kölgənin uzunluğu ən çox 22 iyundadır. Yoxdur 22 dekabrda. Deməli, Günəş 23:15 dərəcə cənub tropikinin üzərində zenitdədir. Fikir verirsiniz 21 martda 23 sentyabrda hər ikisində eynidir kölgənin uzunluqları. Deməli, söhbət nədən gedəcək? 23:15 dərəcə cənub enliyindən gedəcək. Niyə? Çünki 22 dekabrda fikir verirsiniz kölgənin uzunluğu yoxdur, sıfıra bərabərdir. Amma 22 iyunda daha uzundur kölgə. Biz də bilirik ki, Günəş böyük bucaq altında düşəndə kölgə kiçik olur. Günəş kiçik bucaq altına düşəndə kölgə böyük olur. Günəş zenitdə olduğu yerdə, yəni 90 dərəcə bucaq altına düşdüyü yerdə də kölgə sıfıra bərabər olur. Söhbət 23:15 dərəcə cənub enliyindən D variantından gedəcək. 13-cü sual xəritə sxeminə əsasən qütb gecə və gündüzlərinin müşahidə olunduğu məntəqələr. Qütb gecə gündüzləri 66:5 dərəcə şimal qütb dairəsindən şimalda və 66:5 dərəcə cənub qütb dairəsindən cənubda olan məntəqələrdə olacaq. Yəni bu da C, Y və H. Cavab A bəndi. 14-cü suala fikir veririk. Müxtəlif məntəqələrdə eyni anda günəşin üfüqdə vəziyyətinə əsasən daha qərbdə yerləşən məntəqəni müəyyən edin. Uşaqlar, indi fikir verin. Bax, bu birinci məntəqədə saat 12:00-dur. Demişik ki, belə bir xətt çəkildi. Ortada qoyuldusa bilin ki 12:00-dur. İkinci məntəqədə saat deməli, bura 6-dırsa, bura 9:00-dur ikinci məntəqədə. Üçüncü məntəqədə saat 15:00-dur. Çünki nə bildik? Ondan aşağıda olsa saat 18 olacaqdı. Bura qoyduqlarına görə 15:00-dur. İndi bir daha da axırda göstərəcəm. Dördüncü məntəqədə təxminən saat 7:00-dur. Beşinci məntəqədə təxminən 17:00-dur. İndi ən qərbdə, daha qərbdə hansı olacaq? Zaman baxımından ən geridə olan, yəni 4-cü məntəqə. İndi gəlin bunları, bu ağ bir vərəq tapdıq. Burada göstərək. Deməli, demişdik ki, əgər günəşi ortaya qoysa, bilək ki, saat 12:00-dur. Günəşi şərqdə qoysa, bilək ki, saat 6:00-dur. Günəşi qərbdə qoysa, bilək ki, saat 18:00-dur. Bax, bunu mütləq şəkildə öyrənin. 12 ilə 6 arasında zaman 9 olacaq, 12 ilə 18 arasında zaman 15 olacaq. Bu qədər sadə. Davam edirik 15-ci sualda. Başlanğıc meridianından 27 dərəcə şərqdə və qərbdə yerləşən məntəqələrin aid olduğu saat qurşaqlarına müvafiq olaraq müəyyən edin. Yəni, başlanğıc meridianı 0 dərəcəli Greenwich meridianı deməkdir. Greenwich meridianın 27 dərəcə şərqdə, 27 dərəcə şərq uzunluğu. Görək, hansı saat qurşağında yerləşir? Saat qurşağında yerləşməyini tapmaq üçün sadəcə 15-ə böləcəyik. 27-ni böldük 15-ə. 27 bölünsün 15. 1 düşdü, düzdürmü? 1 düşür, 12 qalıq qalır. Dedik qalığımız, bir dəqiqə, qalığımız 7/5-dən böyükdürsə,
üzərinə 1 gəlirik. Yəni 27 dərəcə şərq uzunluğu ikinci saat qurşağında yerləşir. Hardan tapdıq? 27-ni böldük 15-ə, 1 düşdü, 12 qalıq qaldı. Qalığımız 7-5-dən böyük olduğuna görə növbəti saat qurşağına keçdik. İkinci saat qurşağı. İndi 27 dərəcə qərb uzunluğunu tapaq. 27 dərəcə qərb uzunluğunda yenə 15-ə böldük, elədi 1. Deməli, qalığımız 7-5-dən böyük olduğuna görə növbətiyə düşdü, oldu 2. Qərb uzunluğu olduğuna görə 24-dən də 2-ni çıxdıq, elədi 22. Deməli, ikinci və 22-ci saat qurşaqlarında yerləşir. İkinci və 22-ci. 2 və 22 cavab olur. Y bəndi 15-ci sual. 16-cı suala baxaq. Hansı ərazilərdə maqnit anomaliyası müşahidə olunur? Maqnit anomaliyası dəmir filizi yataqlarında müşahidə olunacaq. Yəni ferromaqnit cisimlərin olduğu yerlərdə. Ferromaqnitlər hansılar idi? Dəmir idi, titan idi, nikel idi. Yaxşı bunları yadımızda saxlayaq. Kobalt idi, bəli, ferromaqnit cisimlər. Dəmir, kobalt, titan, nikel. 12-ci suala qayıtmaq üçün geriyə qayıdacağıq. Neçənci sualda qalmışdıq? 16-17-ci sualı qayıtmaq üçün açırıq yenidən 12-ci səhifəni. Qütb parıltısı yaranır. Qütb parıltısı günəş küləyinin elektrik yüklü hissəciklərinin yerin atmosferin yuxarı hissəsi ilə toqquşması nəticəsində yaranır. B variantıdır. Hansı ki, bunu da məsəl üçün 66.5-dən yuxarıda yerləşən ölkələrdə, Norveçdə, İsveçdə, Finlandiyada, Rusiyada, Kanadada, ABŞ-ın Alyaska ştatında müşahidə eləmək mümkündür. Niyə? Çünki həmin ərazilərdə günəş küləyinin elektrik yüklü hissəcikləri yerin atmosferi ilə toqquşur. 18-ci, günəşin üfüqdə vəziyyətinə əsasən şimal yarımkürələrində müşahidə olunan fəsilləri müəyyən edin. Fikir verirsiniz, günəş üfüqdə birinci məntəqədə daha şimaldadır, daha yuxarıdadır. Daha yuxarıdadırsa, yəni şimal yarımkürəsindən daha uzaqdadır günəş. Yəni qış fəslidir. Birincidə qış fəslidir. İkincidə orta mövqedədir. Yəni ekvator üzərində günəş zenitdədir. Yəni ya yaz gecə gündüz bərabərliyidir ya da payız. Yəni ya yaz fəslidir ya da payız fəslidir. Deməli birinci oldu qış, ikinci oldu yaz, payız, üçüncü yay. Günəş üfüqə daha yaxındır. Yəni günəş şimal yarımkürəsinə daha yaxındır. Bu zaman yay fəslidir. Deməli cavabımız oldu 18-ci sualda D variantı. 19-cu suala baxırıq. 10 dərəcə cənub enliyinə günəş şüaları 76, 15 dərəcə bucaq altına düşdüyü zaman günəşin zenitdə olduğu enliyi müəyyən edin. Çox primitivdir bu da. Yenə yazırıq bura 10 dərəcə cənub enliyi. 10 dərəcə cənub enliyinə günəş şüaları 76, 15 dərəcə bucaq altına düşür. Bucağı da bura yazaq. Səliqəsiz oldu, olsun. Deməli 10 dərəcə şimal enliyinə günəş 76, 15 dərəcə bucaq altına düşür. Hər hansı bir məntəqəyə, X məntəqəsinə günəş 90 dərəcə bucaq altında düşür. 90-dan 76, 15-i çıxdım. Elədi 13-15 dərəcə. Deməli, bucaqlar arasında 13-15 dərəcə fərq varsa, enliklər arasında da 13-15 dərəcə fərq var. Yəni 10 dərəcə cənub enliyindən 13-15 dərəcə cənubda yerləşən məntəqə olur 23-15. Yenə neynədim? 90-dan 76-15-i çıxdım 13-15. Onun da üzərinə gəldim 13-15-i. Bu da elədi 23-15 dərəcə cənub enliyi. Cavab oldu. Cavab oldu A variantı 19-cu sualda. 20-ci suala baxaq. Tropik işıqlanma qurşağının cənub sərhəddi ilə, yəni tropik işıqlanma qurşağı 23-15 şimal enliyi ilə 23-15 cənub enliyi arasında yerləşir. Tropik işıqlanma qurşağının cənub sərhəddi deyirsə 23-15 cənub enliyi nəzərdə tutur. Cənub sərhəddi ilə Bakı şəhəri arasında, Bakı şəhərdə 40 dərəcə şimal enliyində yerləşir.
İndi biri şimaldır, biri cənubdur. Yəni Bakı şəhərindən 20.5 cənub enliyi arasındakı məsafəni hesablamalıyam. Biri şimaldır, biri cənubdur. Onlar arasında məsafəni, dərəcə fərqini tapmaq üçün toplayacağam. 40-ın üstünə gəldim 23.5 elədi 63.5 dərəcə. Fərq meridional istiqamətdə olduğuna görə 1 dərəcəlik meridian qövsünün uzunluğuna vuracağam. Yəni 63.5-də vurdum 111-ə elədi 70.048,5 cavab oldu Y variantı. 21-ci suala baxaq. Sxemdə qeyd edilmiş A məntəqəsində 4 oktyabr saat 19:20 olarsa, B məntəqəsində hansı gün və saat neçə olar? Fikir veririk. A məntəqəsi 180 dərəcədən qərbdə yerləşir. Deməli, 180 dərəcədən qərbdə yerləşən məntəqələr şərq yarımkürəsidir. Deməli, A məntəqəsi 160 dərəcə şərq uzunluğunda yerləşir. Burada saat 19:20-dir. Və 4 oktyabrdır. B məntəqəsi isə 170 dərəcə qərb uzunluğunda yerləşir. Çünki demişdik 180 dərəcəli meridiandan şərqdə yerləşən məntəqələr qərb yarımkürəsi hesab olunur. Yəni B məntəqəsi qərbdə yerləşir. Yəni B məntəqəsi zaman baxımından A-dan geridədir. İndi biz bunu bilirik. Amma biz bunlar arasında fərqi tapıb B məntəqəsində olan zamanı tapmalıyıq. İndi 160-dan 180-ə qədər 20 dərəcə fərq var. 180-dən 170-ə qədər 10 dərəcə fərq var. 20-nin üstünə 10 gəldim elədi 30 dərəcə fərq. Deməli, A ilə B arasında 30 dərəcə fərq var. 30-u böldüm 15-ə 2 saat düşdü. Arada, yəni dərəcəni zamana çevirdim. 2 saat düşdü. İndi fikir verirsiniz burada. Mən bu istiqamətdə getmişəm. Baxmayaraq ki, mən şərqdən qərbə doğru gedirəm. Amma mən şərq istiqamətinə getdiyimə görə 19-20-nin üstünə gələcəm 2-ni. Cavab eləyəcək 21-20. Amma 180 dərəcəli meridianı keçdiyimə görə bir gün geri qayıdacam. Axı 180-i keçib qərbə doğru hərəkət eləyirəm. Bir gün geri qayıdacam. Yəni olacaq 3 oktyabr 21-20. Yəni cavabım olacaq C bəndi. Əgər başa düşməmisinizsə, videonu yenədən önünə qayıdıb, qulaq asın mütləq. Xərtli sxemdə qeyd edilmiş məntəqələrin yerləşdiyi saat qurşaqlarını və məntəqələr arasında yerli vaxt fərqini müəyyən edin. Fikir veririk, A məntəqəsi 60 dərəcə qərb uzunluğunda yerləşir. 60 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşəcək? Bunu tapmaq üçün 60-ı böləcəyik 15-ə. Düşür 4. 60-ı 15-ə böləndə 4 düşür. Qərb yarımkürəsi olduğuna görə 24-dən çıxacam 4. Eləyəcək 20. Deməli, A məntəqəsi 20-ci saat qurşağında yerləşdi. Tapdım. İndi B məntəqəsinə baxaq. B məntəqəsi yenə 60 dərəcə şərq uzunluğunda yerləşir. Bir dəqiqə. B məntəqəsi fikir verirsiniz 60 dərəcə şərq uzunluğunda yerləşir. Bu nöqtəni izləsəm, nöqtəni yuxarı qalxsam görürəm 60 dərəcə şərq uzunluğunda yerləşir. 60-ı 15-ə böldüm, 4 düşdü. Şərq uzunluğu olduğuna görə elə olduğu kimi saxlayıram. 4-cü saat qurşağı. Əvvəla 20 ilə 4-cü saat qurşağı baxım harda var? A variantında var. İndi bunlar arasında deyir neçə saat fərq var? 8 saat fərq var. Hardan tapdım? Buradan bura qədər 4 saat. Yenə buradan bura qədər 4 saat. Çünki 24-dən 20 çıxıram, 4 eləyir. Yəni buradan bura qədər də 4 saat fərq var. Yəni cəmi 8 saat fərq var. Arada 8 saat cəmi fərq var. 23-cü suala baxıram. Qış gün dönümü günü 30 dərəcə şimal enliyinə günəş şüaları neçə dərəcə bucaq altında düşər? Qış gün dönümü günəş 23.5 dərəcə cənub enliyində zenitdədir. Qış gün dönümü günü günəş 23.5 dərəcə cənub enliyində, cənub tropikində, oğlaq tropikində zenitdədir. Bu zaman 30 dərəcə şimal enliyinə günəş nə qədər bucaq altına düşər? Bunu tapaq. Əvvəla bunlar arasında biri şimal, biri cənub olduğuna görə toplayırıq. 53.5 dərəcə fərq var. Əgər bura 90 dərəcə bucaq altına düşürsə, bura 53.5 dərəcə daha az bucaq altına düşəcək. Yəni 90 çıxılsın 53.5. Bu da 50-yəcək, bu da 50-yəcək. 90-a 53.5 çıxanda eləyir 36.5. 23-cü sualın cavabı olur 36.5 dərəcə.
24-cü suala baxaq. Mülayim işıqlanma qurşağında yerləşən ölkələri seç. Mülayim işıqlanma qurşağı 23.5 ilə 66.5 arasında yerləşir. Yəni mən 23.5 ilə 66.5 arasındakı ölkələri seçəcəm. Nigeri seçə bilmərəm, tropik işıqlanma qurşağıdır. 23.5-lər arasındadır. Türkiyə subtropik enliyi olduğuna görə bəli, doğrudur. Manqolistan bəli, mülayim işıqlanma qurşağında yerləşir. Peru xeyr, tropik işıqlanmadır. Panama tropik işıqlanmadır. Amma Argentinanı da seçə bilərəm. Argentina həm tropik işıqlanmaya düşür, çünki 23.5-i kəsir, həm də mülayimə düşür. Cavab 2, 3 və 6-dır. Mütləq şəkildə işıqlanma qurşaqlarını mütləq öyrənin. İşıqlanma qurşaqlarından suallar düşür. Qütb ulduzunun müşahidə olunduğu ərazilər. Qütb ulduzu şimal yarımkürəsində müşahidə olunur. Yəni, neçə dərəcəli enlikdə yerləşirsə, o qədər bucaq altında görünür. Məsəl üçün, bizim ölkəmizdə 40 dərəcə bucaq altında görünür qütb ulduzu. Niyə? Çünki biz 40 dərəcəli enlikdə yerləşirik. Cənub yarımkürəsində və ekvatorda qütb ulduzu görünmür. O zaman müşahidə olunduğu ərazilər dərkən biz yalnız şimal yarımkürəsindəki əraziləri seçəcəyik. Madagaskar cənubdadır, seçə bilmərik. Xəzər yanı ovalıq düzdür. Siciliya adası düzdür. Böyük Suarez dağlar Avstraliyanın şərqində yerləşir. Cənubda olmaz, burada görünməz. Orinoco ovalığıdır, görünəcək. La Plata körfəzidir, yanlışdır. Bu da cənubda olduğuna görə görünməyəcək. Cavabımız 2, 3, 5. Qütb gündüzlərinin müşahidə olunduğu ərazilər. Qütb gündüzləri dediyimiz kimi qütb işıqlanma qurşaqlarında, yəni 66.5 ilə 90 dərəcəli enliklərdə müşahidə olunur. Novosibir adaları bəli, doğrudur. Şimal Buzlu Okeanın, yəni Avrasiyanın şimal sahilində. Novosibir adaları Taymır adasından şimalda yerləşir. Doğrudur. Deməli, Taymır adasından şərqdə yerləşir, düzdür, götürə bilərik. Viktoriya adası, bəli, Kanada Arktik arxipelagıdır, götürə bilərik. Antarktida materiki, bəli, 66.5 ilə 90 arasında yerləşir, qütb işıqlanmada yerləşir, götürə bilərik, amma digərlərini götürə bilmərik. 1, 2, 3 doğru cavabımızdır. Mütləq şəkildə bunları xəritədə tapın. Yəni, 1-1. Falkland adasıdır, Cənubi Amerikanın cənub-şərq sahilindədir. Tasmaniyada Avstraliyanın cənubundadır. Newfoundland adasıdır, Şimali Amerikanın şərq sahilindədir. Kanadanın adasıdır, Kanadaya məxsus olan bir adadır. Yəni, mütləq şəkildə bu adaları xəritədə tapın. Əgər vaxtında tapmasanız, növbəti mərhələlərdə bunlar sizə problem yaradacaq. 27-ci suala baxaq. Saat qurşaqları, 4-cü saat qurşağı. 4-ü vurduq, 15-ə düşdü, 60. Deməli, 60-ın üstə bir dəfə 7.5 gəldi, elədi 67.5. Bir dəfə də 7.5 çıxdıq, elədi 52.5. İndi 52.5 ilə 67.5 arasında hər hansı bir rəqəmi seçməliyik. Əlbəttə ki, şərq uzunluğu olmalıdır bu. Söhbət olacaq 65 dərəcə şərq uzunluğu. Deməli, 1-ə 7C. Çünki 65 dərəcə şərq uzunluğu 52.5 ilə 67.5 arasında yerləşir. İndi ikinciyə baxın, 13-cü saat qurşağı. 13-cü saat qurşağı qərb yarımkürəsində yerləşir. Çünki 1-dən 11-ə qədər şərqdədir, 13-dən 23-ə qədər qərbdədir. İndi 24-dən 13-ü çıxdıq, elədi 11. 11-i vurduq 15-ə, elədi 165. 165-in üstünə bir dəfə, baxın, 165-in üstünə bir dəfə 15 gəldik. 15 gələndə eləyir 172,5. 15 nə idi? 165-in üstünə bir dəfə gəlirik, 7.5 eləyir 172,5. Bir dəfə də 7.5 çıxanda eləyir 157,5. 157,5. İndi baxın, 13-cü saat qurşağı. Bu 157,5 dərəcə qərb uzunluğu ilə 172,5 dərəcə qərb uzunluğu arasında hansı bəndlər var? Fikir verirsiniz, B və A. 170 də bu aralıqda yerləşir. 162 dərəcə qərb uzunluğu da bu aralıqda yerləşir. Və növbəti 23-cü saat qurşağı. 24-dən 23 çıxdıq, 1 elədi. 1-i vurduq 15-ə, elədi 15. Bir dəfə üstünə gəldik, 15-ni elədi 22,5. Bir dəfə də çıxdıq, elədi 7,5. Yəni 22,5 qərb uzunluğu ilə 7,5 qərb uzunluğu arasında burada 18 dərəcə qərb uzunluğu D.
Deməli 27-ci sualın cavabı oldu 1-ə C, 2-yə A, B, 3-ə də oldu D. Yəni Y heç birisinə aid deyil. Yenə deyirəm 1-ə C, 2-yə A, B, 3-ə D. İndi 28-ci sual, 29 və 30-cu sual situasiyadır. Deyir, yay gün dönümü günü şimal sərhəddinə günəş şüalarının 47 dərəcə bucaq altına düşdüyü zaman bu işıqlanma qurşağında gündüz uzun, gecə isə qısa olur. Yay gün dönümü günü günəş 20.5 dərəcə şimal tropikində zenitdə olur. Günəş şimal tropikində zenitdə olanda deməli hansısa məntəqə, yəni burada 90 dərəcə bucaq altında düşürsə, hansısa məntəqəyə 47 dərəcə bucaq altında düşüb. Bunlar arasında 43 dərəcə fərq var. Yəni 47 ilə 90 arasında 43 dərəcə fərq var. 23.5-in də üstünə 43 gələndə eləyir 66.5. Deməli söhbət mülayim işıqlanma qurşağından gedirmiş, şimal qütb dairəsindən gedirmiş. İndi gəlin suallarımızı cavablandıraq. Deyir ki, birinci suala deyir, mətnə əsasən coğrafi enliyi və işıqlanma qurşağını müəyyən edin. Coğrafi enliyimizi dedik 66.5 dərəcə şimal enliyi, işıqlanma qurşağımızda dedik ki, şimal mülayim işıqlanma qurşağı. İndi mətndə 29-cu sualda deyir, mətndə verilmiş işıqlanma qurşağından şimalda və cənubda yerləşən işıqlanma qurşaqlarını müvafiq olaraq müəyyən edin. Şimalda yerləşən işıqlanma qurşağı qütb işıqlanma qurşağı, cənubda yerləşən işıqlanma qurşağı da tropik işıqlanma qurşağı. Yəni şimal mülayim işıqlanma qurşağından şimalda qütb işıqlanma qurşağı yerləşir, cənubda isə tropik işıqlanma qurşağı yerləşir. 30-da isə deyir, xəritə sxeminə əsasən mətndə verilmiş işıqlanma qurşağında yerləşən ölkələri müəyyən edin. Bu ölkələr, yəni şimal mülayim işıqlanma qurşağında yerləşir hansı rəqəmlər? 1, 3 və 6. Cavab 1, 3, 6. Bu qədər. Diqqətinizə görə minnətdarım.